Telefonla mən rahat şəkildə indiki uşaqlar kimi danışa bilməzdim, səsini bağlaya bilməzdim, kod ola bilməzdi. Hər bir şeyə də belə deyib də anam hər mövzuda var idi, tutaq ki, yəni nə lazımdır. Mən hətta sinif yoldaşımla danışanda paralel telefondan anam bizə qulaq asardı. Deyirdi, hünərin var, bildir ki, mən sənə qulaq asıram. Qoy görüm o qız sənə nə deyir. Səncə düşünürsənmi ki, düzmü eləyib Təranə xanım səni bu qədər sıxmaqda, yoxsa yanlış eləyib? Elə məqam var ki, düzdür. Nə yaxşı ki, edib. Bugün mən bu cür ağıllı, necə deyim, yəni ki, hər bir şeydə yerindədir. Mən də bir çıxışında deməsən ki, mən ailə tərbiyəsi görmüş bir əlbəttə ki, insanım. mənim o çıxışıma da çoxsu atdı, ay belə, elə yazdılar. Bilirsiniz, mənə gülməli gəlir. Mənim danışdığım hər bir şeydə insanlar istəyir ki, nəsə bir qıcıqlandırıcı, bəli, nəsə axtarır və şərhlərdə o qədər gülməli şeylər yazırlar. Sanki mənim yerimə